Oruç tutmaq istəyirəm. Sadəcə sağlamlığımla bağlı bəzi problemlərim var. Qan azlığım var. Bəzi hallarda təzyiqim də aşağı düşür. Bu mənim oruç tutmağıma problem yarada bilər. Qanın analizinə baxardıq. Əgər kəskin qan azlığı varsa, onda məsləhət görülməyəcək. Bəzi şəxslər isə həkimlə məsləhətləşmədən bu vacib əməli yerinə yetirməməlidir. Xüsusilə həssas və müəyyən xəstəliyi olanlara oruç tutmaq olmaz. Şəkərli diabet, tip 1 xəstələri oruç tuta bilməz. Çünki onlar insulindən asılı formadırlar. Tip 2 şəkərli diabet xəstələri isə əgər xəstəliyin fəsadı varsa, ağırlaşması varsa, böyrək çatışmazlığı varsa oruç tuta bilməz. İnsulin dirənci artıq çəkisi olan xəstələr oruç tuta bilərlər. Sadəcə olaraq tip 2 şəkərli diabet xəstələri və yaxud insulin dirənci olan xəstələr əgər dərman qəbul edirlərsə, oruç tutmamışdan öncə həkimləri ilə məsləhətləşsinlər. Unutmayaq ki, Ramazan ayında sağlamlıq və mənəvi ibadət paralel şəkildə qorunmalıdır. Həm dini, həm də tibbi baxımdan düzgün yanaşma bu ayı daha rahat və təhlükəsiz keçirməyimizə kömək edər.